Bütün Azərbaycan xalqının təbii sərvətlərini basıb yeyir, gözləriniz doymur. Neftdən və qazdan gələn milyardları yeyir, gözləriniz doymur. İndi də keçmişiz insanların mal və mülkünü zorla əllərindən almağa, insanların şəxsi mülkünü sökməyə. Bu qədər neftdən və qazdan gələn milyardları basıb yeyirsiniz. Haram xoşunuz olsun. Heç olmasa insanların əlində olan mal və mülklərindən gözünüzü çəkin. Heç olmasa imkan verin, xalq özünü ayıb üstə saxlaya bilsin. İmkan verin, xalq nəfəs alsın. Bütün günü məmurların gözü kasıb insanların cibindədir. İnsanların mal mülkündədir. Ölün, xəcalət çəkin, utanın. Necə haramdan qazandığınız pulları aparıb ailə uşaqlarınıza yedizdirirsiniz. Bugün İlham Əliyev yığıb başına bir dəstə cinayətkarı, bir dəstə qulduru ölkənin mafiya qanunları ilə idarə edirlər. Kimi istəyirlərsə öldürürlər, kimi istəyirlərsə şərləyib həbs edirlər, kimin istəyirlərsə malını, mülkünü zorla əlindən alırlar.